Salam mənim əzizlərim, davam edirik Oğlaq Bürcü ilə. Yanvarın sonuna qədər Oğlaq Bürclərini nələr gözləyir? Bugün bilirsiniz ki, çox önəmli gündür. Neptunun 14 illik döngüsü bitir. Deməli, sizdə uğur var, amma bu hazır gələn şans deyil. Qismətiniz açıqdır, yolunuz açıqdır, amma hərəkət lazımdır. Zəhmətlə, hərəkətlə əldə edəcəksiniz. Kiçik, davamlı zəhmət tələb olunur. Səbir planlı addımlar atsanız, xırda detallar burada çox önəmlidir. İşdə uğur gözləyir sizi. İşləriniz yoluna düşəcək. Maneələr aradan qalxacaq. Enerji axını dəyişir sizdə, ətrafınızda hərəkət, dəstəklik, nə isə qeyd eləyəcəksiniz. Bu, romantik, yəni ki, sevgi mövzusunda daha çox aktivlik göstərir. Nə isə qeyd eləmək, görüş gözləyir sizi. Köhnə emosional məyusluq, qırılmış hər hansısa bir ümiddən bəhs edir. Bu kart deyir ki, keçmiş hisslərini buraxmadan irəliləmək çətindir. Keçmişi unutmalısınız. Qorunursuz, düz yoldasınız, tək deyilsiniz. Daxili ilahi dəstək hər zaman sizinlədir. Hisslərinizə güvənin. Yolunuz açıqdır, amma asan deyil. Maneələr olacaq, lakin səni hədəfə aparacaq. Yəni, bu yol uğura gedən yoldur. Səbirli olun, yəni ki, qazanacaqsınız. Qalib siz olacaqsınız. Nəticə, isti görüş, sakitlik, rahatlıq, ev enerjisidir bu. Bu kart çox vaxt dostlarla görüş, səmimi ortam deməkdir. Əlavə olaraq. Yolunuz açıqdır. Sanki qaranlığın içində işıq doğur. Yəni, asılı olduğunuz, alüdəsi olduğunuz nələrsə varsa, tezliklə ondan qurtulmalısınız. Yəni, bu sizi üzən bir şey. Neptun məcburi dönüşüm tələb edir. Alüdəçilik hansısa bir keçmiş sevgili də ola bilər. Toksik olaraq ona daimi geri dönürsünüzsə, kartlar deyir ki, bundan qurtulmalısınız. Çünki bu sizi üzən durumdur.